Tanınmış karateçi 5 qat dünya və 11 qat Avropa çempionu Rafael Ağayev 13-cü dəfə əməliyyat olunub. Bu barədə idmançı özü Instagram hesabında paylaşım edib. Rafael Ağayev bildirib ki, dizindən 5-ci dəfə əməliyyat edilib. Aparıcı Aytəkin Mərdanova həyat yoldaşı Samirlə foto paylaşıb. Aparıcı şəkilləri qızı Nərgizin ad günündə çəkdirdiklərini bildirib. O fotolara bunları yazıb. Gözəl sözlər, təbriklər üçün hər birinizə təşəkkür. Nərgizim, səni çox sevirik. Yeni yaşın xoş gəldi, gözəlim. Atanın, ananın sevimlisi. Qeyd edək ki, Aytəkinin Fərid adlı bir oğul övladı da var. Avroviziya təmsilçilərimizdən olan Safura Əliyeva kiçik oğlu Natiq Cana ad günü edib. İfaçı məclisdən görüntüləri sosial media hesabında yayımlayıb. Qeyd edək ki, Safura mərhum Energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə ailəlidir. Cütlüyün 3 övladı var. Onlar Türkiyədə yaşayırlar.